Salam, mən Abdullayeva Gülnar, IT Brains Akademiyada data analitik təlimçisiyəm. Bugün biz sizlərdən data analitik kimdir, data analitika niyə bu qədər tələbatlı və təminatlı sahədir, onu öyrənəcəyik. Data analitik doğru sualı verən, rəqəmləri oxuya bilən, məlumatları əldə edən, əldə etdiyi məlumatları təmizləyən, daha sonra isə analiz edib vizuallaşdıran şəxsdir. Analitikanın özündə 4 növü var: deskriptiv, diaqnostik, prediktiv və preskriptiv. Deskriptiv nə oldu sualına cavab verir, nə oldu, nə baş verdi. Məsələn, satış 20% artdı. Deskriptivdə məlumatlar cari və ya keçmişdəkiyə baxaraq ilkin vəziyyəti təsvir edir. Diaqnostik isə niyə oldu? Artıq səbəb nəticə axtarır. Məsələn, endirim həftəsi olduğu üçün məhsullarda 20% artım oldu. Prediktiv isə nə ola bilər? Gələcəklə bağlı artıq proqnoz verir. Məsələn, artıq yaza doğru gedirik, ona görə də qış geyimlərində satış azala bilər. Data analitik ilk öncə məlumatı, datanı tanımalı, daha sonra isə məlumatları təmizləməlidir. İndi isə ilk öncə təmizləmək dedikdə nəyi nəzərdə tuturuq, onun izahını başlayaq. Məlumatı təmizləmək dedikdə ilk öncə mən baxmalıyam typelara. Hər bir datanın öz tipi olur. Tiplərimizdən number, text, date, bu günləri bunları nəzərdən keçirəcəyik. Number dediyim zaman, baxın, mən bura hər hansı bir dəyər daxil edirəm. 5 dəyərini daxil etdim. Hal-hazırda 5 xananın sağındadır. Yəni bu 5 artıq özünü number kimi aparır. Yəni mən bunun üzərində istənilən riyazi əməliyyatı yerinə yetirə bilərəm. Text yazıram bura IT Brains. Hal-hazırda mənim bu dəyərim özünü aparır text kimi və xananın solundadır. Əgər siz burada 5-i bu şəkildə görsəniz, artıq narahat olmağa başlayın. Niyə? Çünki mən bu 5-i nə qədər number kimi olaraq görsəm də, proqram hal-hazırda bunu text kimi görməyə başlayır. Ona görə datada birinci tiplərə fikir verməliyəm. Date isə, date'i, cari date'i mən daxil etmək üçün qısa yol Ctrl.virgül. Bu tarix, görürsünüz ki, hal-hazırda xananın sağındadır. Deməli, özünü nə kimi aparır? Özünü number kimi aparır. Çünki hər bir tarixin arxa planında bir number dayanır. Buna səbəb nədir? Çünki biz tarixin üzərində də hər hansı bir riyazi hesablamalar aparırıq. Məsələn, mən bir həftə əvvəlin satışını görmək istəyirəm. Bugünkü cari tarixdən 7 gün əvvələ getdiyim zaman mənə ayın 4-ünü gətirir. Mən bunu necə hesablamış oluram? Baxın, hər bir tarixin dedik ki, arxa planında bir number var. Biri dəyərini daxil edirəm, number'ı. Ctrl+1, type'ını dəyişirəm date-ə. Date-ə dəyişdiyim zaman bu mənə geri qaytarır. Ayın 1-i, yanvar ayının 1900 ili geri qaytarır. Nəyə görə? Çünki hər bir tarixin arxa planında bir ədəd olduğu üçün bir ədədini də artıq yanvar ayının 1-i 1900 il kimi qəbul etdikləri üçün mənə bu tarixi geri qaytarır. İndi biz biraz əvvəl ayın 11-dən 7 gün əvvələ getdik. Bunun mən tipini dəyişirəm number'a. Mənə geri qaytarır 46064. Hardan gəldi bu dəyər? Baxın, gedir, yanvar ayının 1-i 1 kimi qəbul olundu, 2 yanvar ayının 2-si, yanvar ayının 3-ü, ta ki bugünkü tarixə kimi bir gün artaraq mənə bu dəyəri verir. Yəni əslində Excel'də arxa planda gəlir 46064-dən çıxır 7 bu dəyərdən və nə geri almış olur? Baxın bu dəyəri. Bunun tipini də mən dəyişsəm date'a, burada gördüyünüz dəyəri almış olarıq. İkinci olaraq mən əgər date'ləri qaydasında edəndən sonra, bundan sonra bizim problemimiz olur null. Null nə deməkdir? Null and null. Bilmirəm nədir. Biz bilmədiyimiz bir dəyəri nə replace əvəz edə bilərik, nə də ki remove silə bilərik. Bilmədiyim dəyəri mən ilk öncə bunu gedib axtarmalıyam. Ya rəhbərlikdən, ya gedib əvvəlki datalardan və ya istifadə edəcəyimiz toollardan, funksiyalardan istifadə edərək bu null'ı tapmalıyam. Əvəz edə bilmirəm, silə bilmirəm. Çünki nə olduğunu bilmirəm. Null hər bir zaman müqayisədə ən yüksək dəyərdir. Null böyükdür 7-dən dediyim zaman artıq o bilmir ki, burada null'da nə var? Bəlkə bu elə 6-dır və ya 7-dən böyük dəyərdir. Ona görə null'ın hər bir zaman bizə geri qaytardığı null'dır. Null, məsələn, burada deyək ki, null'ı mən əgər bölsəm 0-a, bunun dəyəri hər bir zaman mənə geri qaytaracaq null. Çünki burada hansı bir dəyər olduğunu bilmir. Null'ları artıq qaydasında
etdikdən sonra, nallara nəzər yetirəndən sonra biz artıq data tiplərinə nəzər yetirdik. Data tipləri artıq qaydasındadır. Nallara nəzər yetirdikdən sonra ən son vizuallaşdırmanı yerinə yetiririk. Vizuallaşdırmada, məsələn, bar chart üçün mənim istifadə edəcəyim bir kateqorik dəyər və ya bir neçə kateqorik dəyər, bir də numerik dəyərə ehtiyacım var. Kateqorik dəyər dedikdə nəyi nəzərdə tuturam? Özündə tekst məlumatları saxlayan, məsələn, məhsulun adı, məhsulun subkateqoriyası, məhsulun rəngi və ya növü. Numerik dedikdə isə artıq profiti, salesi, indirim və s. Burada gəlirəm mən, deyirəm ki, profitə görə baxmaq istəyirəm məhsullarımın, hər bir məhsulumun profitini. Bar chart, bu bizim gördüyümüz bar chart, kateqorik dəyərlər arasında müqayisəni göstərir ki, hər məhsuldan nə qədər gəlir əldə olunub. Və ya burada bir neçə qraflarımız var. Pie chart nisbəti göstərir. Tree map'dən nisbəti göstərir, amma bir neçə kateqorik dəyərə görə. Box plot paylanmanı göstərir. Histogramda eynən hər hansısa bir intervala görə, binlərə görə paylanmanı göstərir. Scatter plot iki numerik dəyər arasında əlaqəni göstərir. İstifadə edəcəyimiz qraflarla dinamik bir dashboard yaradırıq və həmin dashboardu artıq biz rəhbərə təqdim edə bilirik. Bugün sizlərlə data analitik kimdir və ilk olaraq nələrə diqqət yetirməliyik onları öyrəndik. Gələn dərsdə görüşənədək.